Mən istəyərdim Məsləti xanıma da söz verim. Ümumiyyətlə, yayda maddələr mübadiləsi necə dəyişir Məsləti xanım? Təşəkkür edirəm. Ümumiyyətlə, yayda maddələr mübadiləsi havalar isti olduqda artıq zəifləyir və xüsusilə də həzm sistemi daha zəif olduğuna görə yaxşı olar ki, asan həzm olunan qidalara üstünlük versinlər. Ağır kalorili, yağlı, qızardılmış, çox şirniyyatlı qidalardan uzaq dursunlar. Xüsusilə də bəzən qidaların yanında müxtəlif soslar, turşular var ki, ondan istifadə etdikdə həddindən artıq çox susuzlama olur. Təbii ki, temperatur yüksək olduğuna görə onsuz da çox su qəbul edən orqanizm bir də susuzluqdan və yaxud da şirniyyatdan qaynaqlanan əlavə maye ilə orqanizmi yükləyirsə, bu da birbaşa olaraq böyrəklərin yüklənməsinə gətirib çıxaracaq ki, ona görə bu məqamlara diqqət etmək lazımdır. Daha çox tərkibinin çox hissəsini maye təşkil edən meyvə tərəvəzlərdən, çox şirin olmayan, neytral olanlardan seçmək lazımdır. Belə sadalayaq ki, isti havalarda bədənimizi ən çox hansı qidalar yorur? Bunları bir sadalayaq hansılardır? Birinci növbədə qeyd etdiyimiz kimi qızartmalar, ağır kalorili qidalar və eyni zamanda da köhnə qidalar risk mənbəyidir. Bunu da qeyd edək. Köhnə qidalar dediyimiz bəzən olur ki, keyfiyyətli məhsullardan özləri evdə hazırlayırlar. Onun xarab olduğunu düşünmürlər və 2 saatdan çox otaq temperaturunda qalıbsa, artıq onun tərkibində dəyişiklik baş verir və bu birbaşa olaraq həzm sistemini sıradan çıxardır və zəhərlənməyə səbəb olmasa belə həzm sisteminə problem yaratdığına görə bu da orqanizm üçün yükdür. Digər bir məqam yenə də susuzluq zamanı çox yanlışlıqla qazlı, şəkərli içkilərdən çox istifadə etmədir ki, bunları da adətən sərin şəkildə qəbul edirlər ki, sanki susuzluğu keçirəcək, ancaq bu da yanlışdır. Çünki orqanizm daha çox şəkərlə yüklənir, eləcə də qazlı şəkərli içkilərin tərkibindəki kimyəvi maddələr var ki, bunların da orqanizmə müxtəlif zərərləri var. Ona görə yaxşı olar ki, susuzladıqda sadə sudan istifadə etsinlər. Bu ən yaxşısıdır və yaxşı olar ki, də çox soyuq da olmasın, çox isti də olmasın. Bu da ən önəmli məsələlərdən biridir. Bir də yeri gəlmişkən istərdim qeyd edim ki, isti havalarda xüsusilə də bugün suların əksəriyyəti plastik butulkalarda saxlanılır və plastik butulkaların özündə belə həmin üzərində qeyd olunub ki, 15-20 dərəcəni keçməyən temperaturda saxlanılmalıdır. Ancaq bəzən elə özləri ilə götürsələr də satış yerlərində nəzərə alsaq ki, 30 dərəcəyə yaxın, 30 dərəcədən yuxarı temperatur var. Bu zaman artıq o plastik mikro hissəciklər butulkadan suya keçir ki... Bax, mən bunu bilmirdim. Bəli, bu da artıq demək olar ki, həmin suyla birbaşa olaraq orqanizmə mikroplastik kütləciklərin daxil olmasına gətirib çıxardır ki, bu da hormon balansını pozur. Gələcəkdə bisfenol A maddəsi var ki, kanserogen maddədir. Ona görə bu məqamlara diqqət etsinlər. Mütləq, əgər sərin temperaturda alıb istifadə edə bilirlərsə, o şəkildə istifadə etsinlər və satış yerlərində də əgər onun saxlanılma şəraiti düzgün deyilsə, onlardan istifadə tövsiyə olunmur. Mən soyuq içən deyiləm yayda. Xüsusilə mən